Azərbaycanın gigiyena təminatçısı olan Aura kağız markası şəxsi gigiyena mövzusu ilə bağlı maarifləndirmə layihəsinə start verib. Son illərdə insanların sağlamlıq və gigiyenaya diqqəti artsa da, bəzi bölgələrdə qaydalara tam əməl olunmur. Bu hal xüsusilə tualet kağızından istifadə məsələsində özünü göstərir. Bir çoxları tualet kağızını suyun əvəzedicisi hesab edirlər. Halbuki onun əsas funksiyası yuyunma öncəsi ilkin təmizlik və yuyunduqdan sonra cildin qurudulmasıdır. Layihə çərçivəsində Aura həkimlərdən ibarət komanda ilə bölgələrdə evlərə baş çəkərək tualet kağızından istifadə edilmədikdə yayıla biləcək xəstəliklər və onların fəsadları barədə sakinləri məlumatlandırıb. Həkimlər bildiriblər ki, su ilə yuyunma gigiyenanın təməlidir. Lakin bu tək başına yetərli deyil. Xüsusilə uşaqlarda, o cümlədən qız uşaqlarında tualet kağızından istifadə edilməməsi tez-tez təkrarlanan sistit riskini artırır. Bölgələrdə bəzən rast gəlinən digər hallar isə tualet kağızı əvəzinə parça dəsmal, qazet və ya sərt boz rulonlardan istifadə edilməsidir. Bu isə E. coli, Clostridium, Fusobakterium və digər infeksiyaların yayılmasına səbəb ola bilər.